Niyə saxlamışam? Mən evə o boyda meyvəsi dalan deyildim. Mən elə meyvə yediyimi görmüsünüz. Bir dənə mandalin. Qabağıma alma qoyub, üzüm qoyub yediyimi görmüsünüz. Zehirləm gedir üzüm. Qarillə qoyub yediyimi görmüsünüz. Yox, dedim qoy vazın üstünü keşə bəzəyəcəm. Vallahi nələr almışam. Mənim bir dənə yediyim mandalindir. Onu xoşlayıram. Nazlanma. Aşı mən Allah yaradıb. Nazlanmışam, qadın hormonlarım yüksək çıxıb. Elə də qadınlar kişi hormonları yüksəkdir. Onda ayət müalicə alacaq da. Ta mən də dedim ki, qoy evlən dedilər. Dedim ki, qoy evim eşiyim, avət gəlmə alacaq, qapı yox, şərait yox. İndi də Allah'a min şükür, izləyicilərimə görə qapımda, evimdə içi tıplı təpli doludur. Qoy gəlin müalicəmizi eləyək də. Müalicə eləyəcəm, mən müalicəsiz evlənənmərəm. Kim də məni qınıyıb başına gəlsin. Mənə pis baxıb başına gəlsin. Mən tərbiyəsizlik, pozğunçuluq sad eləmirəm ha. Arva paltarları geyib çıxmıram ha. Saçımı qaynaq yığıb uzatıb qoymuram ha bura. Demişəm ki, müalicəm eləyəcəm. Olur da Allah aranı yaradır. Birini belə yaradır, birini də belə. Nə ayrıq? Əsas odur ki, deyirəm ki, evlənmək istəyirəm, müalicə almaq istəyirəm. Bu sözü deyirəm, kimsə də allatmıram ha. Kimsə də allatsam da o yenə də özümü allatmış oluram. Mən evləndim izləyicilərə, evlənmədim izləyicilərə. Özümü anladıram, özümün həyatımı məhv edirəm, izləyicilərin yox ha. Gözü deyirəm, evlənmək istəyirəm. Müalicəm alıb evlənəcəm. Ta evim eşiyim hazırdır, tıplı təplidə doludur. Heç bir qadın da şey gətirməyəcək, cehiz gətirməyəcək. Müalicəsiz evlənənmərəm, ta artıq həsi söz danışmayım. Müalicəmi birinci eləyib, ondan sonra evlənəcəm. Ta deyəcəm ki, bəli, mən hazıram artıq. Dilin qurusun sən. Askeri. Biri yaz ki dilin qurusun. Kiraz. Ana qızışdırmayın. Özləri bilər, küsüb barışarlar. Gecdi müalicə. Yo. Həqiqətən Bakıda müalicəm eləyəcəm. Həqiqətən gəlb çıxmışam ki, Bakıya. Yox Cihan, Allah haqqı afıyor deyiləm. Bir kəs mənim afıyor olmağımı çıxarıb qoya bilməz ortalığa. Allah'ın da afıyor deyiləm. Bəlkə də mənim afıyor kimi sən buradan tanıya bilərsən, amma Allah haqqı afıyor zat deyiləm. Quranın adına Allah haqqı nə mənə gəlib hamısını sizlərlə bölüşmüşəm. Çardaq qoymuşam, sizlərlə bölüşmüşəm. Bəzi tiktokerlər kimi Allah haqqı bizə dənə tiktok otağı yaradıb, orada oturub deməmişəm budur, amma imarət yaradıblar. Ləman düzə. Amma mən görsən yenə də sizlərlə bölüşmüşəm ki, bax, ay bu divanı aldım. Bax, yataq otağıma bu meybelə aldım. Göstərməyə bilərəm də. Görsən hamısını qazanmışam, evimə eşimə dönmüşəm. Görsən ora kravat aldım, sizə göstərdim. O bir otağı aldım, sizə göstərdim. Bu birisini aldım, sizə göstərdim. Vallahi ki, mənlə də çox sıralamada bütün gün olub qazananlar var. Qat-qat çox, hər gün sıralamada. Görsən bir dənə tiktok otağında oturur, mikrofonu açıq qoyur, heç nəyini göstərmir. Heç nəyini. İmarətlər yaradır, heç nəyini göstərmir. Amma mən sizlə bölüşürəm, elə deməyin. Mənim afyorluğumu çıxart qoy ki, bu afyorluğu eləmişsən. Və yaxud hansıda dəstəyə yazmışam ki, cəmaat dəstəyə ol, heç birinə. Durmur, babuş. Hə, durur uşaqların, belə uşaqların deyilmi, toyuqların, mürdələrin hamısı durur qapıda. İnkubatorda yumurtaların içi durur, yumurtalarım durur, itlərim durur, toyuğum hamısı durur, hamısı. Niyə durmur ki? Hamısı. Psixologiya, pək edəcəm də, psixologiya tapmamışam ha. Heç kimə söz durmuram. Yəni, mən evlənib mənə elə gəlir ki, Allah mənə bu ruzini verdi də, bu yerə getirdi, gətdi, çıxartdı. Mənə elə gəlir ki, mən evlənəcəm, mən xoşbəxt olacam. O da evlənə, müalicəm eləyim, evlənəcəm, xoşbəxt, evlənə deyilsiz bizsən. Amma evlənəcəm. Düzdür, mənə heç bir qohum əqrəbə qız tapacaq, qızı da özümü tapmalıyım. Çünki heç bir qohum əqrəbəm yoxdur. Evlənəcəm. Deyilə bir ölümə çarə yoxdur. Hər şeyin də müalicəsi də var. Bir şey də var, evlənəcəm. Müalicəmi birinci alma, müalicəm almamış yox. Müalicə alıb, ondan sonra evlənəcəm. Mən izləyicilərimin işinə gizlətmirəm. Əsəlam. Bir dənə yanalımı indiyənə kimi biri çıxarsın üzə. Görsən, heç birindən işinə çıxartmaz. Vallahi əllərində bir kozur olsa mənə qarşı, mənim çoxdan TikTokdan yerindən bir eləyib sürgün eləmişdilər. Mən deyirəm yenə, dost yoxdur.
Xəstəliyim nədir? Elə xəstə deyiləm, qaqaba. Mən qapalı böyümüşəm. Mən heç vaxt gedib kişilərlə top oynamamışam, futbol oynamamışam. Qaba uşaqlığımdan danışacağam. Hardasa sizə danışıram, mənim yadıma gələni 12-13 yaşlarından danışacağam. 10-12-13 yaşlarından danışacağım. Bax, qardaşım gəlir, əmim uşaqları gəlirdilər bizə. Mən nənə evində böyümüşəm və dədə baba evində böyümüşəm. Gəlirdilər bizə. Əmim qızları, mənim nənə evi bilsən də, nənəmin evində qaldım. Nənə yurdu həmişə, mənim də nənəmin 7 uşağı var. 3 qızı var, 4 dənə də oğlu. Bunların hamısında oğlanları var, uşaqları var. Gəlirdilər, əmi oğlu deyirik, nə bilim, əmi bibi qızı deyirik. Gəlirdilər hamısı bizə. Nənə çünki anaları o evdədir, dədə evinə, dədə mülkünə. Gəlirdilər ora. Və çıxırdıq hamı küçüyə. Bunlar başladılar top oynamağa. Mən də gedirdim bibimin qızlarının yanına. Bibim qızlar da belə qəşəng Barbie kuklalar alırdı. Dırnağımızın altında, görmüsən dırnağımın altında çikirdi gözükür. Gedirəm tutam, ördəklərin için qaşımaqdan, yerlərini belə pux-pusunu qaşıb döyməkdən dırnaqlarımın arası kirdi. Əziyyət çəkirəm, sürü ördəyim, cücələrim, hinduşka balalarım sürüdür. Mən yeyib, çox əziyyət çəkirəm. Dünənki günü bura kimi palçılıydım. Həyət, yağış yağıb, həyət nətər deyil, zığ, ördəklər çox, ördəklər bizəndə zığ eləyir. Neyse baxırdım ki, qardaşım əmim uşaqları gedib top oynayırdı. Mən də gedirdim bibimin qızlarının yanına, Barbie kuklalarla saçını yığırdıq, rezinə yığırdıq. Başladım evci oynayırdım. Hara gedirdim? Qızların yanına, kişilərin yanına getmirdim top oynamağa. İndi olan danışacağım. Ondan sonra mən belə qapalı, mən çayxanaya gedim, elə bir şey zadım yox idi. Ancaq arvad xasiyyətləri. Nənəmcil qeybət qıracaqdı. Qeybət qıracaqdılar, gedib oturacaqdım qeybətlərin içində. Başlayacaqdım arvad sözləri götürməyə. Biz səni zəlil qal. Bu ya Allah vursun səni. Hamısı kimin sözləridir? Nənəmin. Lazım olsa iki sözləri götürərdim də. Ancaq arvad sözləri qapalı. Heç vaxtda qız sevgilim olmayıb. Məktəb vaxtı xoşlamışam, qapalı böyümüşəm. İndi də bir qız tutaq ki, gəlir mənim yanıma sevgi, əlimə tut, heyecanlanmam, utanmam. Utanmam. Mənim heç vaxt sevgilim olmayıb, nə də bir qızdan sevgili olub gəzməmişim. Amma utanmam, özümdə nasıl deyil ha? Utancaqlıq var məndə, utanmam, heyecanlıyam. O özümdə nasıl deyil, siz orada hasatdır sizə yazmaq utanma. Ona görə də gedəcəm həkimə, bir özümü tıplı təbiri yoxlatdıracağım. Kişilik qanında olur. İndi nə əlaq edirsən ki? Kişilik qanında olur. Nə əlaq edirsən ki? Allah'a şükür, başıma saç uzadıqlıqda çıxmamışam, qaşımı qaldırıcı bitokuslar eləməmişəm. Görürsən, deyirəm, müalicəm alıb evlənəcəm. Evimi işimi düzəltmişəm izləyicilərə görə. Müalicəm alıb evlənəcəm və də evlənəcəm və görəsiniz. Vaxt gələcək, zaman gələcək, özünüzdə görəsiniz. Bir dənə gəlin, görün, mən müalicəm eləyim. Siz mənə pis baxa bilərsiniz. Arvad deyə bilərsiniz. Sonunu gözləyin və görün. Niyə nağıl danışıram ki, ay nöqtə? Mən bu nağılları danışıramsa sizi allatmış olmuram, özümü allatmış oluram, öz həyatımı məhv edirəm, sizinkin yox. Sizin nə işinizsə bəzilerinizin, nə vecincədir ki, mən evləndim, evlənmədim. Mən özümü allatmış olaram. Sizi niyə alladıram ki? İndi özünüzü görəsiniz, mənim canım alıcıya məlum ondan sonra. Tapağa da qalsa qız tapa bilmirəm. Mən də tapanlar valla deyib murta yığır. Gah dırnaq uzun, canlıdan canlıya yığacaq. Elə bir dənə bir qız mən canlıdan sonra məni yığdığını görməmişəm ki, bir qız deyək ki, baboş, gəl istəyirsən oturaq danışaq, söhbət eləyək, birbirimizi tanımağa çalışaq, görməmişəm. Canlıdan canlı ancaq murt üçün yığacaqlar, bir-iki nədə canlı səslər düşür canlıya. Onda yığacaqlar məni, mən görməmişəm. Yəni düzgün bir dənə bir ağıllı, tərbiyəli bir qız yığa məni ki, ancaq canlıdan canlıya. O da ki, nəyə? Reklam xətrinə, səs ora düşsün, neynəsin ona görə. Mən görməmişəm ki, bir qız mənə yazar ki, baboş, səni tanımaq istəyirəm. Gəl, canlısız, canlı açıb bildirmə. Oturaq söhbət eləyək, tanımaq istəyirəm. Sən də məni tanı, mən də səni tanıyım. Elə bir qız görməmişəm ki, mənə bir elə yazar, mən də hə. Kimdir mənə yazdı? Kim də lağ edir, qınlayır, özü bilər. Mənə də Allah belə yaradır. Yenə də deyirəm, getdim Bakıda test verdim, hormonal testi, qadın hormonu yüksək çıxdı. Çıxdı da, bunlar Allah yaradır da, özümün hormonlarımı qadın eləmişəm. Qadın, görürsən, kişi hormonu olur, qadın hormonu olur. Qadın yüksək çıxdı.
100 çıxıb, nağarım. Az ye. Yemək eləyir ki, yoxsa yeyən adamam. Malcı. Eləyəcəm də bə, ailə, nədən danışıram? Deyək ki, sən evlənən deyilsən. Eləyəcəm də bə. Vallahi mənim başım üstə böyük olmayıb. Böyük oldu. Vallahi olmayıb. Məni dədə apardı. Malicəyə dedi, gedək malicəyə, mən getmədim. Məni evləndirmək istədi, mən evlənmədim. Olmuyor. Görsən özüm tek ayaqlarının üstündə durmuşam. Nənəm 2000-ci rəhmətə getdi, ondan sonra da 2017-də mən Aralıqda qalmışam. Görsən ondan sonra özüm ayaqlarının üstündə durmuşam. Poçtu işləyirdim, TikTok'a görə müdürüm çıxartdı və salam. Allah bir qapını bağladı, bu bir qapını açdı. Kim lağ eləyir yenə deyirəm. O bəzi yayıncıların oyunu lağ eləyirlər. Bunu uduzacam. Deyirlər, bunu uduzacam. Bu dediyim mən də Azərbaycan vətəndaşıyam da. Çoxları deyir, adlar çəkmirəm. Gör mən kim uduzuram. Niyə mən də insanım da, məni də Allah yaradıb. Niyə deyib, alçaldıb, aşağılayırsan ki? Səhər malaq edirsən, bir də gördün, ondan sonra sən də evlənəsən. Sənin də qabaqda uşağın gələ bilər. Allah elə sevmirik, kimsə lağ eləyəsən bir bəndiyə. Məni də Allah yaradıb. Mən yenə dedim, səhv işlər görmürəm, pis hərəkətlərim yoxdur, tərbiyəsiz deyiləm, bundan da qabaq poçtu işləmişəm, pis insanda deyiləm. Qaldı da ki, paxıl deyirsən ki, kimsə, heç kimin də paxılını çəkmirəm, Allah şükür, yayınımda az adam yoxdur, kimsənin hesabına da qalxmamışam və canlıma qızla götürüb böyürümə qız qaldırmamışam, öz stolumun başında evimdə oturub, öz söhbətlərimdən maraqlı gəlib insanlara bugünkü gündə məni izləyirlər. Kimsə də